Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki: "Ma min abdin yesta'ihillahu ra'iyeten yamutu yevme yamutu ve huve gâşşun li ra'iyetihi illa harramallahu aleyhil cennet." Allah Teala bir kimsəni rəiyyət sahibi ederse ve öldüğü zaman rəiyyətinə xəyanət ederek ölərsə, Allah Teala cenneti ona haram eder. Bir kəsi rəiyyət sahibi ederse, yani bu rəiyyət sahibi aşağıdan, aileden başlayır yukarılara kadar ve öldüğü zaman ailesine, yani rəiyyətinə xəyanət ederek ölərsə, İbn-i Seyyid Rahimullah deyir ki, yani ailesinde münkəri görüb değişmezse, yani şəriətin beğenmediği, hoşlamadığı bir işleri ailesinde görüp, evinde görüp, susarsa, değişmezse ve yaxud Allah'ın əmirlərini evdə buyurmazsa, artıq xəyanət etmiş olur. Xəyanət etmiş olur ve belə ölərsə Allah Teala cənnəti ona haram eder. Yani Allah korusun. Yani bəzən insan, yani evladı üçün dünyavi tərəfdən lazım olan her bir şeyi təmin edir. Kış aylarında bütün istilik sistemləridir. Ayaqqabı paltosundan tutaraq her bir şeyini alır ve həmçinin digər ehtiyaclarını hamısını ödəyir. Ama ahirətinə gəldikdə isə ahirət məsələləri ilə yani bu qədər maraqlanmır. Eğer insan bilsə ki, həqiqi sevmək necə olur? Həqiqi sevən valideyn, yani evladlarına, yani en əsas ahirətini qazandıracaq əməlləri buyurmasıyla, əmr etməsiyle olur ve həmçinin cəhənnəmə aparan yolları göstərib ondan çəkindirməsiyle olur. Yoksa qiyamət günü baxmayaraq bir-birlərini tanıyacaqlar, hamısı birbirinden uzak olacaktır. Necə ki Allah Teala buyurur: "Likulli imri'in minhum yawma idin şa'nun yughni." O gün her bir insanın özünü məşğul edecek bir işi olacaktır. Yani herkes öz hayında olacaktır. Ata evladından, evlad atadan, kardeşinden, hamısından kaçacaktır. Ve həmçinin Allah Teala başka ayda buyurur: "Yubassarunhum yawaddul mujrimu law yaftadi min azab yawmi idin bi bani." Onlar birbirlerini görecekler. Birbirlerini tanıyacaklar. Ama günahkar insan ise isteyecektir ki, arzulayacaktır ki evladlarını feda vererek cehennemden kurtarsın. Ya Rab, yani evladlarımı cehenneme at, birce ben kurtarım. Ve sahibetihi ve ahi, öz yoldaşını ve həmçinin kardeşini. Ya Rab, bunları da cehenneme at, teki ben kurtarım. Ve fasiletihi illeti tuvi, ve ona sığınacak veren qəbiləsini. Ya Rab, qəbiləmi de cehenneme at, teki ben kurtarım. وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِي, ve yer üzerinde kim varsa onların hamısını cehenneme at, teki ben kurtarım. Allah Teala buyurur ki: "Kella hayr inneha laza." Hakikaten cehennem alovlu bir ateştir. Nezza'aten lişşeva, ve insanın başının derisini dartıp koparan bir ateştir. Ted'u men edbara ve tevalla, ve cehennem üz çevireni ve arka çevireni özüne taraf çağırır. Ve cema'a fa'u'a, ve malı yığıp xəsislik edəni. İnnel insane xuliqa halu'a, hakikaten insan mala karşı kəm-hövsələ yaradılmıştır. Yani bu ayeler açık aydın bildirir ki, yani kıyamet günü, yani insan öz yaxınına belə, yani bir həsənət,
yəni bir savab olsa verməyəcəkdir. Bir savab. Hansı ki, anası onu bətnində aylarla gəzdirib, oğlum bir həsənət verməyəcəkdir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ayə nazil olduğu zaman وَاَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ sən qohum əqrabanı qorxud, qarşıda olan əzabla qorxud və Peyğəmbər sallallahu aleyhi və səlləm bir-bir onları çağırır və onları xəbərdar edir. Və hətta qızı Fatiməyə deyir ki, Səlini min məli məşid, sən mənim malımdan, dünyada olan mal dövlətdən istədiyini istə, könlündən keçəni istə وَمَا اُغْنِي عَنْكِ مِنَ اللّٰهِ شَيْئًا qiyamət günü sənə heç bir fayda verə bilmərəm. Yəni Allahın Rasulü və yaranmışlar içərisində ən əfzəli öz qızına, öz ciyər parasına, ondan olan bir hissəyə, necə ki, deyərdi ki, Fatimə məndən bir hissədir, ona olunan əziyyət, mənə olunan əziyyət kimidir. Yəni ona fayda verə bilmirsə, yəni başqalarına, yaxınları, hətta Peyğəmbər s.ə.v olsa belə necə, yəni fayda versin, əgər insanın əməli yoxdursa. Və ona görə digər hədisdə də Allah Teala buyurur ki, İnnəmə hiyə əməlukum uhsihə ləkum, yəni bu sizin əməllərinizdir. Bu əməlləri mən sizin üçün sayıram, qoruyuram, yazıram. Fəmən vəcədə xeyran fəliyəhmədilləh, kim qiyamət günü əməl dəftərində xeyir görərsə, Allah həmd eləsin. Çünki müvəffəq edən Allah Teala'dır. Yəni insanın etdiyi yaxşı əməllərin hamısı Allah Teala'nın yardımı sayəsindədir. وَمَنْ وَجَدَ غَيْرَ ذَٰلِكَ فَلَا يَلُومَنَّ إِلَّا نَفْسَهُ kim bundan başqasını görərsə o əməl dəftərində, yalnız öz nəfsini qınasın. Öz nəfsini qınasın. Niyə? Ona görə ki, Allah Teala yəni bizim ibrət almağımız üçün kifayət qədər dəlillər göndərib və həmçinin etdiyimiz yaxşı əməllər 10 mislindən 700 və daha artığı qədər verilir. Günahlar isə misli qədər verilir, artıq verilmir. Yəni belə bir halda yenə insan azırsa, yenə insan doğru yoldan çıxırsa, həlak olursa, yalnız öz nəfsini qınamalıdır. Çünki Allah Teala şəkurdur. Rəbbimiz şəkurdur. Yəni Allah Teala insanın etdiyi balaca bir əməli böyük şəkildə qarşılayandır. İnsanın etdiyi, qulunun, bəndəsinin etdiyi az bir əmələ böyük mükafat verəndir. Böyük mükafat verəndir. Əgər balaca bir əməl böyük mükafatla qarşılanırsa və günah isə yalnız öz mislində verilirsə, bununla yanaşı yenə insan bu cür açıq aydın doğru yoldan çıxırsa, yalnız öz nəfsini qınamalıdır. Günahı başqa yerdə axtarmalı deyildir.